Salam sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Sizi Qarabağdan, Qarabağ otelindən salamlayıram. Bura çox gözəl, çox möhtəşəm bir yerdir. Vaqif Poeziya günlərinin iştirakçısı olaraq biz Qarabağda, məhz Qarabağ otelində yerləşmişik. Mən indi sizə maraqlı bir faktı demək istəyirəm. Uzaqdan gördüyünüz o ev məhz Molla Pənah Vaqifin yaşadığı evdir. Bu demək Gövhər Ağa məscidindən biraz yuxarıda Vaqifin yaşadığı məhəllədir və bu Salahlılar məhəlləsi adlanır. Qazaxdan gəlmiş Vaqifə yaxın olan insanlar məhz bu məhəllədə yerləşmiş və Vaqif də orada yaşamışdı. Biz dünən oranı ziyarət etdik və bu gün mən onun uzaqdan görüntüsünü sizə göstərmək istəyirəm. Əlbəttə ki, bu bizim üçün də maraqlı idi, hətta çox gözəl idi və uzaqdan siz Qarabağ otelinin mənzərəsini görürsünüz. Dediyim kimi, bura çox müasir, gözəl bir məkandır. Az bir müddətdə dövlətimiz bunu belə yüksək səviyyədə, yüksək xidmətlə hazırlayıb və insanların istifadəsinə verib. Hər kəsə bura gəlmək nəsib olsun. Qarabağ, Azərbaycan. Azərbaycan Beynəlxalq Radiosu efirdədir. Studiyada mənəm, Natəvan Dəmirçioğlu. Qarabağda unudulmaz 3 gün. Nə biz unudarıq o günü, nə Qarabağ. İllər boyu Qarabağrı şan-şan olan Qarabağ. O gün isə toy-büsat quran azad, məsud, bəxtiyar Qarabağ. Böyük zəfərdən sonra 3 günlük Qarabağa, Şuşaya, Cıdır düzünə, Topxana meşəsinə, İsa bulağına, Gövhər Ağa məscidinə, Xan qızı Natəvanın evinə və Ulu Vaqifin məqbərəsinə səfərimi heç unutmadım, unuda bilmirəm. Çünki gözümə, könlümə, taleyimə, bioqrafiyama yazıldı o gün, o 3 gün. Vaqif Poeziya günlərinin iştirakçısı kimi Qarabağın şəhid qanı çilənmiş torpağına, daşına, ağacına, çiçəyinə, gülünə, axar sularına, baxar dağlarına, zümrüd meşələrinə, Kəbəyə, Məkkəyə gedən kimi getdim. Bizə ey pir cavan, xoş gəldiniz. Payizə peşkəş ola baş ilə can, xoş gəldiniz. Basa göz üstə qədəm sərvürəvan, xoş gəldiniz. Sizə müştaqıdır dil, qönçə dahan, xoş gəldiniz. Çün gəlibsiz, kərəm edin, dəxi bizdən getməyin. Görməsəm gər sizi birdən, ölərəm mən, getməyin. Dolanın başınıza, haqqı sevərsən, getməyin. Gedər olsaz yenə bir gün qayıdın, gen getməyin. Qoymayın Vaqifi çox da nigaran, xoş gəldiniz. Qoymayın bizləri çox da nigaran, xoş gəldiniz. Mərhaba, siz bizə ey bir cavan, xoş gəldiniz. O günün, o bayramın önəmi böyük idi bizim üçün. Tarixi ədaləti bərpa etmişdik. Dədə-baba yurtlarımıza qayıdıb, düz 40 il bundan əvvəl keçirilən tədbiri yenidən keçirirdik. Bu yurtları qoruyan böyük qüvvələrdən biri olan Vaqifin ruhunu şad edirdik. Həm də başımızın üstündə dip-diri dolaşan şəhid ruhlarına səsləndik. Biz qayıtdıq, biz buradayıq, biz sizinləyik. Yurdu yaşadan oğullar, biz sizi yaşadacağıq. Vətən torpağına qarışıb, torpağı vətən edən oğullar.
Ulu Vaqifin bayramı bütünlükdə poeziyamızın, söz sənətimizin, ictimai fikrimizin, mədəniyyətimizin, mənəviyyatımızın bayramı idi. Vaqiflə deyişməsində küllü Qarabağın ab-ı həyatı, nərmənazik bayatıdır, bayatı söyləyən Molla Vəli Vidadinin dediyi kimi Qarabağ bayat üstündə ötürdü o gün. Vaqiflə Vidadinin tarixi deyişməsində səslənən küllü Qarabağın ab-ı həyatı, nərmənazik bayatıdır, bayatı misraları həm də tarixi mühürdür. Yəni Qarabağ əzəldən və əbədiyyən Azərbaycan torpağıdır. Qarabağın dili bayatı dilidir. Bu Azərbaycançılıq nişanəsidir. Biz o günlərdə poeziya bayramı ilə bərabər həm də öydüyümüz və öyündüyümüz zəfərimizi qeyd edirdik. O zəfəri biz necə qazandıq? Haqqa göz yuman dünyanın gözü qarşısında, düzə əyri baxan böyük güclərin iradəsinə zid gedərək, öz gücümüzlə, haqsızlıqları qıra-qıra, dünyanın və insanlığın həqiqətlərini nəql edən Molla Pənah Vaqif dünyanın üzünə gerçəkləri necə söyləyirdi? O gerçəklər ki, minilliklər boyu heç dəyişmədi. Biz Qarabağ problemində də dünyanın dönü yüzü ilə rastlaşdıq və o çətinlikləri yaşadıq. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim. Beyyət-ü iqrar-ı iman-ı dəyanət görmədim. Bivəfada lacaram təhsil hacət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim, deyirdi Ulu Vaqif. Biz də çıxılmaz vəziyyətdən çıxış yolu axtarmalı olduq. Həmin vəziyyətdən çıxış yolunu bizim müzəffər Ali Baş Komandan tapdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, hərbi hazırlığı və qətiyyəti bizi Qarabağın ağ günlərinə qaytardı. Vaqif poeziya bayramını yenidən möhtəşəm reallığa çevirdi. Qarabağa qayıdan xalqımızın Qarabağda və onun baş tacıcıdır düzündə belə bir törəni keçirməsinin mədəni, kulturoloji, ədəbi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var idi. Hörmətli mərasim iştirakçıları, ilk növbədə xahiş edirəm ki, vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutlə yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz dostlar, bugün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif poeziya günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bugün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur. Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci ilin yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlı Qarabağ Muxtar vilayətinin bir hissəsi idi və bildiyiniz kimi uzun illər ermənilər Şuşaya iddia edirdilər. Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi.
Və onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri idi və Sovet dövründə Sovet ideologiyası, Sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar bir tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır. Bu tədbir bizim bədxahlarımıza və dünyanın haqq dananlarına bir mesaj idi. Biz yurdumuzdayıq və bu yerlərin əzəli əbədi əhalisi kimi öz həqiqətimizə qovuşmuşuq. Eyni zamanda bizim Qarabağda, Cıdır düzündə Vaqif Poeziya bayramını əmin arxayın, yüksək səviyyədə keçirməyimiz ölkəmizə qarşı diş qıcırdan revanşist qüvvələrə də bir görk idi. Mədəniyyət paytaxtımız Şuşa Vaqif Poeziya günlərinə ev sahibliyi edir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər və qazilər, həmçinin Şuşa sakinləri iştirak edir. Tədbir Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin qarşısında davam etdi. Vaqif Poeziya günlərinin tarixinə dair videoçarx nümayiş olundu. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açılış nitqi ilə çıxış etdi. İndi mən xoşbaxtam ki, azad olub Şuşa və Şuşada yenə də o Vaqif Poeziya günləri bərpa olunub. Birinci dəfə gəlmişdik, bu ildə ikinci dəfə gəlmişdik. Şairlər şeir oxuyur, musiqi səslənir. Şuşa həmişə bizim şeirimizin, musiqimizin beşiği olub, bugün də yenə də beşiği olaraq qalır. Vaqifin Azərbaycan ədəbiyyatında mövqeyi nədən ibarətdir? Vaqif anadilli şeirimizin ana dilidir. Vaqif Azərbaycan şeirini Əruzun caynağından, ərəb fars lisanından alaraq məhz Azərbaycan lisanına, Azərbaycan səslənişinə qovuşdurub. Dəmir yumruq ətrafında birik və güclüyük. Bu gün bu çıxışı edərkən mən bir də o anlara qayıtdım. Şuşa zaten doyulmaz bir nimətdir. Mən ona görmədən aşiq idim. Gördüm, heyran oldum. Bir də görmək arzusundayam. Xatirələrimi sizinlə bölüşdüm. Bu işdə mənə yardım etdilər. Rejissor Nailə Hüseynova, operatorlar Aydın Babayev və Yaqut Bəşirova. Senilerin könüllerin ülvi diyarısan, senilerin könüllerin ülvi diyarısan, şirin canın Azerbaycanın bilemedi baharısan. Cennetim Qarabağ, zinnetim Qarabağ, nəğmələr gülüstanısan, sevgi dastanısan. Cennetim Qarabağ, zinnetim Qarabağ, nəğmələr gülüstanısan, sevgi dastanısan. Kuşlar uçar, güller açar mavi kucağında. Kuşlar uçar, güller açar mavi kucağında. Kara baksan zevk alacaksan, senin hesap kulağında. Cennetim Qarabağ, zinnetim Qarabağ, nəğmələr gülüstanısan, sevgi dastanısan. Cennetim Qarabağ, zinnetim Qarabağ, nəğmələr gülüstanısan, sevgi dastanısan. Güzel Şuşa, bir tamaşa, yay günlerin üstleri, Cıdır düzü, aylı gündüzü, aynasıdır geçmişlerin. Cennetim Qarabağ, zinnetim Qarabağ, nəğmələr gülüstanısan, sevgi dastanısan, sen Azerbaycan torpağısan, cennetim Qarabağ. Güzel Şuşa bir tamaşa ya günlerin serin. Güzel Şuşa bir tamaşa ya günlerin serin.
sevgi dastanısan